istəyirəm. Ola bilər ki, indi mənim həmişəki kimi bu danışığımdan, bu qabardığım məsələdən narazı qalanlar da olsun. Həmişəki kimi. Amma yenə də bunu öz üzərimdə bir vəzifə, bir təklif bilib gərək bu məsələyə toxunmağa çalışıram. Ey İmam Hüseyn məclisinə görə roza oxuyan, mərsi oxuyan, əzadarlıq edən, ehsan verən, kitab yazan, nə bilim söhbət edən və s. kəslər əməl edərkən nəyi nəzərdə tutmaq lazımdır? Bunu nəzərdən qaçırmaq lazım deyil ki, Maide surəsinin 27-ci ayəsində oxuyuruq ki, İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Allah Teala həsrədatı yalnız və yalnız təqva sahiblərindən qəbul edər. Yəni, bəzən insan elə bilir ki, mən İmam Hüseyn əleyhissalamı təbliğ edirəm, onun xatirəsini yaşadıram. Lakin bunu bir əndazədən çıxmış vasitələrlə edir. Hər nə üslubla olur olsun, dəxlisi yoxdur da. Əsas məqsəd bunu çatdırmaqdır. Yox, belə deyil. Allah Teala ayədə buyurur ki, Allah o işin təqvasına baxacaq. İmam buyurur, and olsun Allaha bizə qarşı düşmənçilik edib döyüş quran, yəni nasibilik, əsl imamlara qarşı nasibilik edən, açıq-aşkar düşmən edən kəsin bizə vurduğu zərər, bizim xoşlamadığımız şeyləri bizə nisbət edərək danışan kəsin vurduğu zərərdən daha ağır deyil. Yəni sən öz ləyaqətsiz danışıqlarınla, öz ləyaqətsiz əməllərinlə elə bir zərbə vurarsan ki, onun nasibi belə imamız vurmayıb. Yəni bu nə deməkdir? Sən ömür billah sənə dedilər ki, bala, filan əhl-i sünnənin müqəddəsatını təhqir eləmə. Sənə dəfələrlə dedilər, açıq-aşkar eləmədilər. Mən bezmişəm şərhlərdən, filan kəsə lənət, filan kəslər zatı qırıqdır, filan kəslər nə bilim nədir. Sən elə bildin ki, sən filan kəsləri söyləyəcəksən, onlar əlini söyməyəcəklər. Fatiməni söyməyəcəklər, arxayınlaşdın. Mən filan kəsi söyləyəcəm, o isə əlini söyə bilməyəcək. Allahu Əkbər. Təbrik edirəm mənim şərhlərimə, görün son zamanlar nə qədər nasiblər. İmam Əli də söylər, xanım Zəhranı da söylər, özü neyi də var söylər. Bax, bunun əsl səbəbkarlarından biri də sizsiz. Təhqir edərsən, təhqir edəcəklər. Siz Əhl-i Beyt məktəbinin ardıcıları, aya, siz hansısa idman yarışında kiminsə şüarına möhtac qalan günə düşdünüz. Möhtac qalan günə düşdünüz. Yəni, gör, duruma baxın. Məsələ burasındadır ki, sənin imamın buna ehtiyac duyur. Sən, qardaşım, qıraqdan haqlı etirazlar bildirirlər. Ey Əhl-i Beyt məktəbinin tərəfdarları, sənin fəqihlərin, sənin müşrihlərin bu döyüşləri caiz bilirlər, bilmirlər. Kim caiz bilir? Hamı caiz bilmir. Haram bilirlər insanın fiziki bir-birlərinin üzünə vursunlar, döysünlər, qanatsınlar. İstər bu iş nə adla olsun, bu ad Əhl-i Beyt adı ilə olsa daha betərdir. Bunu qəbul etmək lazımdır. Adamlar iradlarında haqlıdırlar. Adamlar iradlarında haqlıdırlar. Bu səhv işdir. Səhv işdir, qardaşım. Səhvdir. Nə olsun bu şeyi eləyən şiyyədir, nə olsun bu şeyi edən sünnüdür, nə olsun bu şeyi edən, bu səhvdir. Sabahları qardaşım bunu bəri başına dinən ki, bu şey səhvdir, nə olsun? Mənim xoşuma gəlir, orada mərsiyə deyilir, orada nə bilim falan. Qardaşım, sənin imamın belə şey ehtiyacı var. 40 il bundan əvvəl ya Əli Mədəd şey var idi. Var idi belə bir şey. Maşallah kimi görəm deyir ya Əli Mədəd. Elə bilirsiniz ki, Əhl-i Beyt tərəfdarı maşınına 313 rəqəmini vurandı. Buradan bura tatuaj vurdurandı, saqqal saxlayandı. İndi gəlib danışacağım mən sizə. Əhl-i Beyt tərəfdarı kimdir? Kimə imam şiyyə deyir? Niyə görə imamlar bizə dəfələrlə deyilib ki, bu şüarıdır. Elhamdülillahillazi cealena minel mutemessikinə bi vilayəti əmiril müminin. Əmir el-müminin Əli əleyhissalamın vilayətində qərar verən Allaha həmd olsun. Niyə bu şüarı demirsiniz? Niyə ya Əli Mədədi deyirsiniz? Niyə özünüzə söz gətirsiniz əlavə? Qayıdıb deyirsiniz, əlhəmdülillah mən müşrikəm. Əlhəmdülillah müşrikəm. Biri mənə yazıb ki, Həzrət Əbəlfəz köməyin olsun. Dilbə çıban çıxartırsan, Allah sənə kömək olsun. Niyə demirsən? Niyə acığa sən yenə də deyirsən ki, Əbəlfəz sənin köməyin olsun? Nə ola, sənin Əbəlfəzlün Allah uğrunda şəhid olub. İmam Hüseynin Allah uğrunda şəhid olub. Onu şəxslərə çağırdılar, Allah yolunda qanlarını tökdülər. Qardaşım, nə olar desin? Bir dəfə də ki, dinən ki, ya Allah. Bir dəfə dinən ki, ya Allah kömək ola. Kömək elə. Qardaşım, nə olar sənə 50.000 dəfə deyirlər ki, demə. Yenə də deyirsən acığa deyəcəm. Yenə də deyirsən acığa deyəcəm. Niyə? Niyə sənə görə başqalarına gəlib söz gəlməlidir? Niyə sənə başqalarına söz? Qardaşım, mən ömrümü çürütməliyəm ki, qayıdım deyim ki, qardaş o düşündüyü düşünür. 50.000 dəfə mənə deyirlər, filan alim kitabda belə yazdı. Filan deyirəm, ondan mənə nə? Qardaşım, mənim imamım, mənim peyğəmbərim, mənim Quranım belə sözlər deyibmi? İmam Sadiqdən nəql olunub. Elə bir iş görməkdən çəkinin ki, buna görə bizi qınasınlar. İmam Sadiq buyurur. Elə iş görməkdən ki, sənə bir söz demir, sənə deyilir ki, bunun imamı da bu cür olub. Ay, axı imamın sənin bu cür olmayıb. Çünki pis övladın əməlinə görə atası qınanar. İmam buyurur. Sənin əməlvi imama yazırlar. Sənin əməlvi elə bilirlər, İmam Hüseyn də bu cür olub. İmam Əli də bu cür olub. Axı sən olmusan belə. Bu işi dinən mən edirəm. Demə günə ki, mənim imamlarım belə edib, mənim peyğəmbərim belə edib. Bağlandığınız kəs üçün zinət olun, ona ləkə gətirməyin, imam deyir. Hər bir işinizə mərsi oxuyursunuz. Sən məddah, sən ki xurafat şeylər oxuyursan, sən əminsən ki, İmam Sadiq sənin məclisində oturardı. Əminsən, oturardı. Durub deməzdi ki, ayıb olsun ha sənə. Sən mənim oturursan, sən anon, bacın haqqında deyilməyəcək, haqqında razı olmayacaq sözləri xanım Zeynəb barəsində deyirsən. Xanım Fatimə barəsində deyirsən.
Yəni onların barəsində elə şeylər deyirsən ki, ayıbdır. Peyğəmbərin ailəsidirlər bunlar, peyğəmbərin nəvələridirlər bunlar. Nə danışanda 5 dəfə düşünün, nə danışırsınız? İmam Hüseynin yoldaşları barəsində, qızları barəsində, xanımları barəsində, qardaşım, düşünmək lazımdır. Yenə də Yunus ibn Əbdürrəhman Kəsiri ibn Əlqəmədən nəql edib ki, İmam Sadiqə deyildi, soruşdum ki, mənə nəsihət ver. İmam buyurdu, sənə Allaha təqvalı olmağı, mənəvi pərhizkarlığı, ibadəti, uzun səcdələri, əmanətə əda etməyi, doğru danışmağı, qonşuluqda yaxşı olmağı tövsiyə edirəm. İmam dedi ona ki, qəşəng bir zümrüd üzüyü taxmağı, maşınva filan nömrəni vurmağı, filan rəngdə nə bilim giyinməyi. Görürsünüz? Baxın, Əhl-i-Beyt tərəfdarını bununla tanıyırlar. Doğru danışır, doğru danışmır. Əmanətə düzgün riayət edir, etmir. Sinə vuranda əlini nə qədər qaldırdığı ilə yozmurlar. Hansısa məşqlə nə bilim ya filan kəs qışqırmağı ilə tanınmır. Görün hansı xüsusiyyətlərlə tanınır. Qayıdır deyir çünki Məhəmməd sallallahu aleyhi və aleyhi və səlləm bizə bununla gəlib. Qohum əqrabanızla əlaqənizi möhkəmləndirin, xəstələrinizə baş çəkin, cənazələrində iştirak edin, bizim üçün zinət olun, bizə ləkə olmayın. Yenə də imam deyir, bizə ləkə olmayın. Əcəb edirəm küçə söyüşləri ilə baxırsan ki, özlərinə deyirlər, söyüşün biri bir qəpiklik. Bu Əhl-i-Beyt tərəfdarı olmaqdır. And ola Allaha, mən Fərid əminliklə deyirəm, bu hədisləri, imamlarımın bu kəlamlarını oxumasaydım, mən sizinlə 105 milyard kilometr uzaq dayanardım. Bax, mənim etiqad bəslədiyim Əhl-i-Beyt məktəbi budur. Əhl-i-Beyt, əgər məni özümüzdən saymırsınızsa, bu gündən saymayın. Yəni, mənim etiqad etdiyim Əhl-i-Beyt məktəbi bax budur. Mən buna görə bax bu tərəfdəyəm. Yəni, bu tərəfdə dayanmışam. İmam əleyhissalam buyurdu, insanlarla xoş söz deyin, dillərinizi qoruyun və onları artıq əski, çirkin sözlərdən saxlayın dilinizi. Bizi insanlara sevdirin, bizə nifrət etdirməyin. Hər bir sevgini, məvəddəti bizə tərəf çəkin. Bizə tərəf çəkin, sən uzaqlaşdırırsan öz xurafat oxumaqlarından, mərsiyələrindən, söhbətlərindən, əməllərindən, tərbiyəsizliyindən. Qardaş, uzaqlaşdırırsan, ya insanları çəkirsən. Sənə bir gün deyirlər ki, ilahi, İmam Əlinin tərəfdarı belə olar. İmam Sadiq əleyhissalamdan nəql olunub. Baxımına diqqətlə baxın. Dini dindardan ayırın. Əhl-i-Beyt məktəbini onun ardıcıllarından ayırın. İmam əleyhissalam buyurub ki, insanlar 3 təbəqədirlər. Bir təbəqə bizdəndir və biz də onlardanıq. Bu aydındır. Və təbəqətun yətəzəyyənunə bina. Və bir təbəqə var ki, bizim vasitəmizlə özlərinə zinət verirlər. Məqsədləri biz deyil. Bizim adımızla cəmiyyətdə özlərinə ad çıxarmağa çalışırlar. Məsələ bax burasındadır. Məsələ burasındadır. Və təbəqətun yəqulu bə'duhum bə'dan bina. Və bir təbəqə də var ki, onlar bir-birlərini bizimlə, bizim adımızla yiyərlər. Mir'atul Uqulda Əllamə Məclisinin şərhi var. Kitabda qeyd edilib ki, imamın bir təbəqə bizim adımızla özlərini bəzəyənlərdir. Sözü o deməkdir ki, onlar bizə olan sevgini və bizdən onlara çatan elmləri insanlar yanında özləri üçün bir zinət, bəzək və mövqe qazanmaq üçün bir vasitə edərlər. Yəni, sənin məqsədin imamlardan istifadə edib öz kreslovu düzəltməkdir. Siz ağlayın, mən də özümə günahlayım. Yəni, görürsən ki, dünənləri ən əxlaqsız, ən tərbiyəsiz, ən xoşa gəlməz iş görüblər. Bu günləri qayıdıb deyir ki, ya Əli, bütün bizimkilər hamısı keçirlər onsun. Can, Əli deyən dil və qurban olum sənə. Ya Əli dedi, can, qurban olaram sənə. Can. Sabahları da ki, görürsən ki, həmin adamlar tərbiyəsiz məclislərdədir, xoşa gəlməz əməllər edirlər, filan edirlər, başına döyür ki, bu niyə görə axı belə elədi? Bir alimə gəlib deyirlər ki, ağa tələbələrindən biri oğurluq elədi. Deyir, yox, elə deyir. Oğru tələbəlik edirdi. Dahilərin göz yaşları. Hələ Kiril əlifbası ilə. Kimlər var? Məhəmməd Füzuli, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Seyd Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Xurşudbanu Natəvan, Əbdülhəsən Raci, Seyd Rıza Sərraf və Sərvə ilaxır. Görürsünüz bizim dahilər. Nə baş verib ki, siz İmam Hüseyn əleyhissalam üçün mərsiyə əzadarlıq edəndə buna yox gerirsiniz başqa şeylərə. Mən mərsiyəxan deyiləm. Mən sadəcə misal üçün oxuyuram. Aləm niyə bəs olmadı viran Əli Əkbər? O gün ki səni saldılar atdan Əli Əkbər. Bax, Dədə Baba mərsiyəmiz budur. Hüseyin, bunlar olmayıb bizim mərsiyəmiz. Baxın, bu Dədə Baba mərsiyələrimiz bunlardır, qardaşım. Bunu oxusuz siz kimsə sizə etiraz edər. Get Əli Əkbər oğul, Allaha tapşırdım səni. Get Əli Əkbər oğul, Allaha tapşırdım səni. Şibhi Peyğəmbər oğul, Allaha tapşırdım səni. Bax, bu bizim məclisimizin, Dədə Babadan məclislərimizin mərsiyəsidir. Bununla yoğrulmuşuq. Burunda oxunulan, mənaları bilinməyən, bax, oxuyursunuz, sözlərini də başa düşürsünüz. Bu mərsiyə janrını insafən qadınlar saxlayıblar. Qadın məclislərində siz eşidərsiniz. Kişilər gedib bir başqa yerə. Artıq sinələrinə vururlar, çılpaq şəkildə deyirsən, baş və dönüm eləmə. Deyir, yaxşı edirəm. Qurban olum eləmə.
Eləmə, bayaq oxuduq. Əhlibeyt məktəbinə ləkə gətirmə deyir, ləkə sənin başın ləkəlidir. Mənim dərdin nədir bala? Sən diskotekaya gedib rəqs edə bilmirsən, onun qəzasını, heyfini İmam Hüseyn məclisindən çıxartırsan. Eləyə bilmirsən diskotekada o enerji çəkə bilmirsən, neynim, gəl onları İmam Hüseyn Əleyhisselamın məclislərinə salaq. Qoyurlar ki, xarici mahnını, ya Allah, başqa hansı bir xarici müğənnini sesin keç, məclis eyni məclisdir.